Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Qlabalaz APA-ya istinadən xəbər verir ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əskərova Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Mehriban Abbasquliyevanın vəkili məhkəməyə vəsatət verib. Vəkil bildirib ki, məhkəmə tərkibi dəyişsə də proses yenidən başlamayıb, işə yenidən baxılmalıdır. Daha sonra təqsirləndirilən Mehriban Abbasquliyevanın vəkili məhkəməyə vəsatət verib. Vəkil hadisə baş verən zaman körpələrin başqa xəstəxanalara hospitalizasiyasını həyata keçirən tibb personalının məhkəməyə şahid qismində çağırılmasını istəyib. Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib, vəsatət təmin edilməyib. Məhkəmənin növbəti iclası 4 fevrala təyin edilib.